Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizə blok imtahanı formatında təşkil olunmuş Azərbaycan dili suallarının izahını təqdim edəcəm. Bu video baxmazdan əvvəl təklif edirəm ki, linkə daxil olaraq sınağı əvvəlcə işləyin, sonradan izahına baxın ki, sizin üçün daha faydalı olsun. Keçək sualların izahına. Əvvəlcə ilk sualdan başlayaq. Demək, birinci sualda deyilir ki, uyğunluğu müəyyən edin. Əvəzlik təyin kimi işlənib, əvəzlik zərflik kimi işlənib, əvəzlik mübtəda kimi işlənib. Aytaç həmin kəndə çatandan sonra qayıtdı. Aytac mübtəda, qayıtdı xəbər. Nə vaxt qayıtdı? Həmin kəndə çatandan sonra. Deməli, burada bu tərkib əmələ gətirib və bu əmələ gələn tərkib bütövlükdə cümlənin zərfliyidir. Bizə isə lazımdır əvəzlik özü zərfliyi olsun. Tərkibin içərisində aslı tərəf kimi çıxış edən əvəzlik müstəqil cümlə özü deyil deyə A variantı çıxır. De görüm hansı sənin tapşırığını etməyib? Hansı burada baxmayaraq ki, işarə əvəzliyinin sualıdır, normalda sifəti əvəz edən əvəzliklərin sualıdır, ümumiyyətlə sifətin və yaxud da sifətləşmiş digər nitq hissələrinin sualıdır. Amma bildiyimiz kimi hansı sözü müstəqil şəkildə mübtəda kimi də çıxış eləyə bilir. Sənin tapşırığını etməyib hansı sözü cümlədə mübtəda rolunda çıxış eləyib, baxmayaraq ki, sual vermirik biz buna, sual əvəzlikləri suala cavab vermir, amma özü cümlənin mübtədası kimi çıxış eləyib. Deməli, əvəzlik mübtəda kimi çıxış eləyib, burada cavab olacaq hansı? 3-ə B yazırıq. Qardaşım elə şagirddir ki, hər gün dərsə hazır olur. Elə şagird, necə şagird, ismə aid olduğu üçün elə sözü təyin kimi işlənib. Deməli, C-ni də aid eləyəcəyik 1-ə. Növbəti, hələ də bilmirsən ki, hara gedirsən. Hara sözü zərfin yerində işləndiyi üçün, cümlə özü kimi də zərflik olduğu üçün elə 2-yə uyğun gələcək D variantı. Sonra, o evə gələrkən Həmid kişi görmədi. Burada mübtəda Həmid kişidir, görmədi xəbərdir. Ona görə də buradakı o əvəzliyi tərkibin daxilindədir. O görmədi yox, o evə gələrkən zaman zərfliyidir və Həmid kişidir burada mübtəda. Deməli, o evə gələrkən ümumiyyətlə burada cümlə üzvü yoxdur. Yəni, cümlə üzvünün aslı tərəfinin ifadə vasitəsidir. Müstəqil cümlə üzvü deyil deyə o əvəzliyi bunu götürmürük. Demək, 1-ə uyğun gəldi C, 2-yə uyğun gəldi D, 3-ə də B. Doğru cavab olacaq C variantı. İkinci suala baxaq. Elə insanlar var ki, sevinclərini bölüşə bilmirlər. Cümlə ilə bağlı səhv fikirləri müəyyən edin. Baş cümlədə əvəzlik qəlib işlənib, bəli. Elə əvəzlik qəlibdir və baş cümlədədir. Ki ilə bağlanan tabeli mürəkkəb cümlədir. İşarə əvəzliyi cümlədə zərflik rolundadır. İşarə əvəzliyi zərflik yox, təyin rolundadır. Çünki ismin qarşısında gəlib, mübtədanı izah eləyir. Deməli, səhv fikirlər deyirsə, bu olacaq biri səhv fikir. Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənib. Demək, budaq cümlə baş cümlədə buraxılmış üzvün yox, əvəzlik qəliblə ifadə olunmuş üzvün yerində işlənib. Əgər əvəzlik qəlib olmasaydı, insanlar var ki, sevinclərini bölüşə bilmirlər. Bu zaman bəli, deyə bilərdik ki, budaq cümlə buraxılmış üzvün yerində işlənib. Budaq cümlələrin funksiyası ya buraxılmış üzvün yerində işlənməkdir, ya da əvəzlik qəliblə ifadə olunan cümlə özünün yerində işlənməkdir. Ona görə 3-cü fikir də səhvdir. Budaq cümlədən çıxan sual ilə əvəzlik qəlibin sualı eynidir. Səhvdir. Budaq cümlənin sualının əvəzlik qəlibin sualı eyni deyil. Bu da səhv fikir olaraq götürəcəyik. Baş cümlənin xəbəri ismi xəbər, budaq cümlənin xəbəri feili xəbərdir. Bu isə düzdür. Var ismi xəbərdir. Bölüşə bilmirlər, feili xəbərdir. Deməli, 5 doğrudur. 2, 3 və 4 səhv cavablar olaraq testin cavabını təşkil eləyir. Davam eləyək. Hansı fikirləri, yanlış fikirləri müəyyən edin. Hansı fikirlər yanlışdır demək istəyir. Baxaq. Bağlayıcı söz işlənəndə budaq cümlə ikinci gəlir. Əksinə, bağlayıcı söz hər zaman birinci tərəfdə, yəni budaq cümlədə, baş cümlədə isə qarşılıq söz olar. Ona görə də həmin cümlələrin sxemi bu cür olar. Deməli, bir yanlış fikirdir.
Bir şərtlə o şərtlə sözləri işlənən tərəf baş cümlədir. Bu doğru fikirdir. Baş cümlədəki əvəzlik gəlib buraxıla bilər. Əvəzlik gəlib buraxıla bilər, bəli. Amma bağlayıcı söz buraxılmaz. M sual ədatı öz funksiyasını itirmirsə, baş cümlə birinci gəlir. Bu düz fikirdir. M sual ədatı funksiyasını itirərsə, sasə şərt şəkilçisi və yaxud da isə hissəciyinin funksiyasını yerinə yetirərsə, şərt məzmunu bildirərsə, o zaman budaq birinci gələr. Amma M öz funksiyasını itirməzsə, deməli orada baş və budaq cümlə ardıcıl sıralanır. Yəni birinci baş, ikinci budaq. Aydınlaşdırma bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlədə həmişə baş cümlə öndə gəlir. Bu yanlışdır. Aydınlaşdırma bağlayıcısı ki, məsələn, ki budaq cümlədə də gələ bilir. Zaman budaq cümləli, tabeli mürəkkəb cümlələrdə budaq cümlənin əvvəl gəldiyi məqamlar da var. Ona görə 1 və 5 yanlış fikirlərdir. İgid külüngünü əlinə alıb çayın qarşısını kəsən qayanı yarmaq istədi. Cümlənin sintaktik təhlili. İgid, mübtəda, yarmaq istədi, xəbər. Maqmək üstəgəl, istəmək feili, başlamaq feili bütövlükdə bir xəbər gedir. Külüngünü əlinə alıb, necə, nə tərzdə bu olacaqdır? Tərzi hərəkət zərfliyi feili bağlama ilə ifadə olunmuş. Nəyi yarmaq istədi? Qayanı, tamamlıq. Hansı qayanı? Çayın qarşısını kəsən qayanı. Deməli, mübtəda, zərflik, təyin, tamamlıq, xəbər. Düzgün cavab A variantı. 5-ci suala baxırıq. Adlıq cümlə haqqında verilənlərdən biri səhvdir. Xəbərlik şəkilçisi qəbul etməyən söz və ya söz birləşmələri ilə ifadə olunur. Bu düz fikirdir. Ən çox dura məsələlərinin remarkalarında işlənir. Bu da düz fikirdir. Yazılı nitqə nisbətən şifahi nitqdə adlıq cümlələrdən geniş istifadə edilir. Bu yanlışdır. Əksinə, yazılı nitqdə biz buna daha çox rast gəlirik. Adlıq cümlələrdə əşyanın varlığı bildirilsə də onun haqqında əlavə məlumat verilmir. Bu da doğru fikirdir. Adlıq cümlələr formaca ismi birləşmələrə oxşasa da intonasiya bitkinliyi baxımından ondan fərqlənir. Bu da doğrudur. Hansında deyil sözü müstəqil xəbərdir. Bütün bu olanlar bizə aid deyildi. Aid qoşmadır, bizə sözü ilə bir yerdə işlənib. Deyil də burada hissəcik, bizə aid deyildi, burada bütövlükdə xəbərdir, müstəqil deyil. Bunlara səbəb sən deyilsən, odur. Burada da xəbər deyil hissəciyi sən sözünə birləşərək xəbər olub, müstəqil deyil. Biz bu işləri edəsi deyilik. Burada da feilin lazım şəklinə qoşulan deyil hissəciyi var. D variantına baxaq, kitablar sənə deyil, mənə gəlib. Amma buradakı deyil müstəqildir, çünki gəlməyib feilinin inkarını təkrar etməmək üçün burada biz deyil hissəciyindən istifadə edərək müstəqil xəbər yaratmışıq. Yox və deyil sözləri müstəqil şəkildə xəbər ola bilir. O zaman ki, cümlədə eyni feilin inkarını təkrarlamamaq üçün biz bunu işlədirik. Kitablar sənə gəlməyib, mənə gəlib deməkdir bu. Demək, düzgün cavab D variantı olacaq. Şəxsiz cümlələri müəyyən edin. Ay bala, odla oynamaq olmaz. Ay bala, xitab. Odla oynamaq olmaz, bütövlükdə xəbər. Odla oynamaq deməli tərkibdir. Olmaz da buna bitişərək mürəkkəb feil əmələ gətirib. Demək, mürəkkəb feil daha doğrusu belə deyək, köməkçi feil tərkibə qoşularaq birlikdə xəbər olub. Deməli, şəxsiz cümlələrdən biri budur. Məşhur şair Nizami Gəncəvinin doğum günü idi. Doğum günü söz birləşməsində kimin doğum günü? Nizami Gəncəvinin yiyəlik, mənsubiyyət. Hansı Nizami Gəncəvinin doğum günü idi? Şair Nizami Gəncəvinin. Hansı şair Nizami Gəncəvinin? Məşhur şair Nizami Gəncəvinin. Deməli, bu bütövlükdə xəbərdir. Nizami Gəncəvinin doğum günü idi xəbər. Məşhur və şair sözləri təyin. Deməli, burada şəxsiz cümlə var. Mübtəda təsəvvür olunmadı, bütöv xəbərdir. Mənə əmr ediləndə bunu icra etmək istəmədim. İstəmədim kim? Xəbər birinci şəxsin təkidisə bu yalnız müəyyən şəxslə ola bilər. Bunu çıxaq. Hər hərəkəti ilə xoşuma gəlməyənlərdən biridir. Kim xoşuma gəlməyənlərdən biridir? O. Deməli, mübtəda təsəvvür olunur. Ona görə üçüncü şəxsin təki müəyyən şəxslidir. Fəlsəfə inanılanın inanılmağa dəyər olub olmadığını araşdırmaqdır. Fəlsəfə mübtəda, qalan hissə bütövlükdə
xəbərdən ibarətdir. Deməli, bu cümlədə müəyyən şəxslidir. Düzgün cavab 1 və 2. Keçək 8-ci sualın izahına. Hansı cümlədə mənsubiyyət şəkilçili isim qohumluq anlayışı bildirir? Digər variantlarda düzgün cavab yoxdur, zaten oxumağa dəyməz. Elə Y variantına nəzər salsaq, burada atasının sözündəki mənsubiyyət şəkilçisini görmüş olaraq isim. Amma daimgildəki, burada dakidəki sifət düzəltdiyi üçün, demək bu cavabı götürə bilməyəcəyik. Yəni uyğun gələ biləcək variant burada da var. Ona görə müqayisə üçün qeyd elədim. Düzgün cavab Y variantı. Keçək 9-cu suala. Evə çatanda gələnləri görüb geri döndü. Nümunəsinin təhlilinə aiddir. Demək, fe'li sifət tərkib əmələ gətirib. Baxaq. Fe'li sifət. Burada fe'li sifət yoxdur. Fe'li bağlama tərkibi var. Evə çatanda fe'li sifət özü var, amma tərkib əmələ gətirməyib. Gələnləri görüb fe'li bağlama tərkibidir. Fe'li sifət fe'li bağlama tərkibinin aslı tərəfindədir. Özü tərkib əmələ gətirməyib. Deməli, bir səhvdir. Fe'li sifət fe'li bağlamaya aid deyil, səhvdir, aiddir. Yalnız fe'li bağlama tərkib əmələ gətirib. Bu düz fikirdir. Fe'li sifət məlum növdə işlənib. Gələn məlum növdədir. Bəli, növ şəkilsiz fe'il olduğu üçün məlum növ sayılır. Fərqləndirilən hissə zaman məzmunu ifadə edir. Bəli, evə çatanda nə zaman sonuna cavab verdiyi üçün zaman məzmunudur. Cavab olacaq 3, 4 və 5. B variantı. 10-cu suala keçək. Düzgün fikirləri seçin. Deməli, amonimlər leksik və qrammatik olmaqla iki yerə bölünür. Bəli, əsas nitq hissələrinin amonimliyinə leksik amonimlik deyilir. Əsas və köməkçi nitq hissələrinin amonimliyinə və yaxud da şəkilçilərin amonimliyinə isə qrammatik amonimlik deyilir. Bu doğru fikirdir. Amonimlər fərqli, müstəqil məna ifadə eləyir. Bu da doğru fikirdir. Amonimliyin formalaşmasında qrammatik şəkilçilər rol oynayır, səhvdir. Amonimlərin hər mənası izahlı lüğətlərdə ayrıca söz kimi verilir. Doğru fikirdir. Hər məna müstəqil söz kimi verilir. Başlanğıc forması fərqli olan sözlər amonim hesab olunur, səhvdir. Amonimlərin başlanğıc formaları üst-üstə düşməlidir. 1, 2 və 4 düzgün cavabdır. 11-ci suala baxaq. Cümlə haqda verilən fikirlər doğru, yanlış, doğru, yanlış, doğru kimi sıralanmalıdır. Uyğunluq harda pozulub? Bizdən uyğunluğun pozulduğu məqamı soruşur. Deməli, birinci fikir düz, ikinci səhv, üçüncü düz, dördüncü səhv, beşinci düz bu formada sıralanmalıdır. Cümlədə iki zərflik var. Demək, cümləmiz o bizim işimizdən hədsiz dərəcədə razı qalmışdı. Görürdüm ki, ürəkdən bəyənib. Zərfliklərə baxaq. Nə dərəcədə razı qalmışdı? Hədsiz dərəcədə kəmiyyət zərfliyi var. Bir də ürəkdən bəyənib. Necə bəyənib? Nə tərzdə? Ürəkdən. Deməli, iki dənə zərflik doğru fikirdir. Zərfliklərdən biri isimdən, digəri ismi birləşməklə ifadə olunub. Bəli. Daha doğrusu, yaxşı baxaq. Hədsiz dərəcədə ismi birləşməklə ifadə olunubdur. Amma ürəkdən isim deyil. Ürəkdən zərf düzəldən şəkilçi ilə işlənib bu. Leksik şəkilçi vasitəsilə zərf düzəlib. Deməli, yanlış fikirdir. Amma uyğundur. Düzəltmə zərf tərz hərəkət zərfliyi rolundadır. Necə bəyənib, nə tərzdə? Ürəkdən bəyənib. Bu da doğrudur. Nümunədə isimlə ifadə olunan zərflik yoxdur. İsimlə ifadə olunan zərflik yoxdur. Doğru fikirdir əslində. Zərfliklərdən biri zərfdir, ürəkdən sözü, digər isə ismi birləşmədir. Deməli, bu fikir dördüncüsü yanlış olmalıydı, amma doğru fikir olaraq verilib. Ona görə cavab bu olacaq. Zərfliklərdən biri nə dərəcədə sualına cavab verir? O da hədsiz dərəcədə kəmiyyət zərfliyidir. Deməli, Y də doğrudur. Bizə lazım idi D variantı yanlış olsun, amma doğru verdikləri üçün uyğunsuzdur. Keçirik 12-ci suala. Hansı fikir doğrudur? Əşya ilə bərabər işlənən sifət heç bir qrammatik şəkilçi qəbul edə bilməz. Yanlış fikirdir. Əşya ilə işlənən sifət qrammatik şəkilçi qəbul edə bilər. Ki şəkilçisi qəbul edən sifətlər necə sualına da cavab verə bilər. Yanlış fikirdir. Necə sualına yox, yalnız hansı sualına cavab verə bilər. Kələkötür sifətinin tərkibində tərəflərdən yalnız birinin leksik mənası var.
Heç bir tərəfin leksik mənası yoxdur. Səhv fikirdir bu tamamilə. İstənilən qüvvətləndirici ədat sintaktik yolla çoxaltma dərəcəli sifət yaradır. Səhv fikirdir. Ən lap daha çox olduqca ədatları yaradır çoxaltma dərəcəsini. Məsələn, nə, necə ədatları var qüvvətləndirici ədat olaraq. Sonra nə var? Düz ədatı qüvvətləndirici ola bilər. Bundan başqa ha ədatı qüvvətləndirici ola bilər, amma bunlar dərəcə yaratmır. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlərini izah etdiyi isimlər cəmdə olmalıdır. Bu fikir doğrudur. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlər, məsələn, şirin-şirin meyvələr, dadlı-dadlı yeməklər. Bu Y variantı doğru fikirdir. 13-cü sualda deyilir ki, deməli, bizə bir cümlə verilib və biz bunun durğu işarələrini düzgün formada yazmalıyıq. Einstein gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı. Əziz abituriyentlər, burada böyük hərf olmalıdır. Yanlışlıq var. Bu cür olacağını nəzərdə tutun sizdə. Deməli, bura qoşa nöqtə qoyduq. Qarşısına verildiyi üçün dırnaq işarəsi qoyuruq. Ən ağır cəzaya da dözməyə hazıram, vergül. Tək ki, məni bu cəfəngiyyatı əzbərləməyə məcbur etməsinlər. Dırnağı bağlayırıq və sonra da nöqtə qoyuruq. Deməli, qoşa nöqtə dırnaq, vergül, dırnaq, nöqtə. Uyğun gəlir C variantı. 14-cü suala baxaq. Həm mübtədası, həm də xəbəri söz birləşməsindən ibarət olan cümləni soruşur. Köks ötürmək frazeoloji feildir, sadədir, xəbəri sadədir, amma qızlardan biri mübtədası söz birləşməsidir. Ona görə A variantı tam cavab deyil. Uşaqların niyyəti quşun qanadını sağaltmaq idi. Uşaqların niyyəti mübtəda, quşun qanadını sağaltmaq idi. Məsdər tərkibi ilə ifadə olunmuş xəbər. Düzgün cavab elə B variantıdır. 15-ə baxaq. Cümlələrin birinin təyini frazeoloji birləşmə ilə ifadə edilmişdir. Tədbirdə çıxış üçün söz yeni sədr Mirzəyə verildi. Söz verildi. Burada söz verildi, yəni təyin rolunda deyil frazeoloji birləşmə, ona görə də cavab A olmayacaq. Yataqda can verən xəstə ətrafına baxanda heç kimi görmədi. Xəstə mübtəda, hansı xəstə? Yataqda can verən xəstə. Deməli, burada frazeoloji birləşmə təyinin ifadə vasitəsidir. Düzgün cavab olacaq B variantı. Bundan başqa 16-cı suala baxırıq. Verilmiş cədvələ uyğun yanlış fikri göstərin. Da bağlayıcıdır. İclasda sən də iştirak etməlisən. Bəli, bu iştirak bağlayıcısıdır. Bu doğru fikirdir. Ha əmr ədatı. Axşam mütləq gəl ha. Əmr feilindən işlənən ədatlar əmr ədatlarıdır. Təbii ki, bunlar qüvvətləndirici olmaz. Gəlməlisən ha verilsəydi, o qüvvətləndirici ədat olardı. İlə bağlayıcıdır. Gülnarə ilə Salih hər gün məktəbə bir gedir. Bəli, Gülnarə və Salih, ilə Salih. Bunlar bir-birinə həmcins mübtədaları bağlayıb bu bağlayıcı. Deməli, bağlayıcıdır, doğru fikirdir. Sa şərt şəkilçisidir. Əgər işin varsa, var sözü ismi xəbərdir. Sa şərt şəkilçisi olması üçün təsriflənən feil əmələ gətirməlidir. Yəni, feilə qoşulmalıydı. Deməli, ismə qoşulanda, ismi xəbərli cümlələrdə sasə qoşulan sözlər xəbərdirsə, o zaman sasələr isə hissəciydi, feilin şərt şəkli deyil. Əvvəl qoşmadı, bəli, səndən əvvəl gəlmişdi. Burada əvvəl qoşmadı. Düzgün cavab olacaq D variantı. Taxtabənd sözünün fonetik təhlili ilə bağlı uyğun fikirləri seçin deyir. Deməli, taxta t-dıya keçəcək, bənd sözündə də d-tıya keçəcək. Baxaq, eyni samit səsə iki məqamda rast gəlinir. Bizə uyğun fikirlər lazımdır. Deməli, eyni samit səsə iki məqamda rast gəlinir. T, iki dənə t var. Bu doğru fikirdir, qabağına yanlış qoyulubdur. Deməli, uyğun deyil. Söz kar samitlə başlayıb, kar samitlə bitir. Bəli, t ilə başlayır, t ilə bitir. Doğru fikirdir, uyğundur.
Samit qoşalıqlarından yalnız birində samitlərin biri yazıldığından fərqli tələffüz olunur. Samit qoşalıqlarından biri deyir. Samit qoşalığı burada hansıdır? T-dır. Bir samit qoşalığı var. Yalnız birində samitlərin biri yazıldığından fərqli tələffüz olunur. Demək burada, daha doğrusu samit qoşalıqları deyəndə bunu nəzərdə tutur. X, T yanaşı gəlib, N, D yanaşı gəlib. Burada da ikincisi cingiltiləşib, burada ikincisi karlaşıb. Deməli, hər ikisində fərqli tələffüz var. Ona görə də bu fikir yanlış fikirdir və qarşısında da yanlış yazılıb. Ona görə də uyğun fikirdir. Deməli, 3-ü də götürürük, 2-ni də götürürük, 1-i çıxmışıq. Niyəsə silinir yazdıqlarım. Belə. Söz hecalara taxta, bənd kimi bölünür. Taxta, bənd. Hecalara bölünmə sözün yazılışı üzərində aparıldığı üçün, deməli, burada taxta, bənd olmalıydı. D yox, T olmalıydı. Ona görə də 4 də yanlış fikirdir. Sözdə 2 məqamda keyfiyyət dəyişikliyi baş verir. 2 məqamda keyfiyyət dəyişikliyi düz fikirdir. Qarşısında yanlış yazılıb. Deməli, 5 də uyğunsuzdur. Cavab olacaq 2, 3 və 4. 18-ci suala baxırıq. Hansı variantdakı nöqtələrin yerinə çoxmənalı sözlərini artırsaq, alınan fikir yanlış olar. Çoxmənalı söz, sinonim və antonimlərin tərəfləri istənilən halda eyni nitq hissəsi olmalıdır. Doğru fikirdir. Burada yanlışlıq yoxdur. Kağız, dəniz, ordu sözləri çoxmənalı sözlərdir. Doğru fikirdir. Bədii üslubda işlənən bütün sözlər çoxmənalıdır. Xeyr. Bədii üslubda çoxmənalı sözlərə, məcazi mənalı sözlərə daha çox yer verilir obrazlıq yaratmaq üçün. Amma o demək deyil ki, bütün sözlər çoxmənalıdır. Bədii üslubda təkmənalı sözlər də işlənə bilər. Eyni söz həm amonim, həm də çoxmənalı ola bilər. D də doğrudur. Azərbaycan dili və pianinonun dili birləşmələrində altından xətt çəkilənlər bir-biri ilə münasibətdə çoxmənalı deyil. Bəli, bu dil və bu dil amonimdir bir-biri ilə. Deməli, bu doğru fikirdir. Cavab oldu elə C variantı. Əvəzliklər haqqında verilən fikirlərdən biri səhvdir. Bütün şəxs əvəzlikləri cəmlənə bilir. Elə yanlış budur. Bütün şəxs əvəzlikləri cəmlənə bilmir. Cəmlənə bilən şəxs əvəzlikləri biz, siz əvəzlikləridir, şəxs əvəzlikləri. Yanlış budur. Qeyri-müəyyən əvəzliklər sadə düzəltmə mürəkkəb olur. Doğru fikirdir. Demək, B doğru fikirdir çıxaq. Hər adam birləşməsində hər təyin əvəzlikdir. Bu da doğrudur. Öz təyin əvəzliyi mənsubiyyətə görə dəyişə bilir. Özüm, özün, özü dəyişə bilir. Biz, siz əvəzlikləri yer, məkan məzmunu bildirə bilər. Bu da doğrudur. Bizə, sizə deyəndə bizdən gəlirəm, sizə gedirəm. Burada məkan anlayışı bildirir. Cümlədə də zərflik olur. Y variantı da doğrudur. Cavab olacaq A variantı. 20-ci suala baxaq. O bir yer tapmaq istəyirdi ki, nümunəni hansı budaq cümlələrlə davam etmək olar? Budaqla davam etmək olar deyirsə, deməli birinci tərəf baş olmalıdır. İndi bilirik ki, budaqda da işlənə bilir. Elə cümlə qoya bilərik ki, birinci tərəf budaq da alına bilər. Amma lazımdır bizə ki, ikinci tərəf budaq alınsın. Biz baş cümləyə sual verəndə də bilə bilirik ki, demək, hansı cümlə baş olacaq, hansı budaq. Sual verə bildiyimiz cümlə baş cümlə olacaq. O bir yer tapmaq istəyirdi ki, indi baxaq, rahatca istirahət edə bilsin. O nə məqsədlə bir yer tapmaq istəyirdi? Deməli, sualı baş cümləyə verdik. Elə birincini qoysaq, birinci tərəf baş olacaq. O bir yer tapmaq istəyirdi ki, gələnlər onu sual-cavab atəşinə tutdu. Gələnlər onu nə vaxt sual-cavab atəşinə tutdu? O bir yer tapmaq istəyəndə. Fikir verdiniz, artıq sualı ikinci tərəfə verdik. Yenicə təzəcə sözlərini əlavə edə bildiyimiz zaman budaq cümləli, tabeli, mürəkkəb cümlələr ki var. 2 həmin cümlələrdən birini əmələ gətirdi. Ona görə 2 yanlışdır. O bir yer tapmaq istəyirdi ki, ətrafında mənzərəli yerlər olsun. O ətrafında mənzərəli yerlər tapmaq istəyirdi. O necə yer tapmaq istəyirdi? Ətrafında mənzərəli yerlər olan bir yer tapmaq istəyirdi. Daha doğrusu bu cür olacaq. Deməli, burada da sualı birinci tərəfə verdik. Birinci tərəf baş tərəfi oldu. Demək, təyin budaq cümləlidir. Burada elə
əvəzlik qəlbini düşünə bilərik. O elə bir yer tapmaq istəyirdi ki, ətrafında mənzərəli yerlər olsun. Deməli, bu tərəfdə olduğu birinci tərəf baş. Üçü də götürə bilərik. O bir yer tapmaq istəyirdi ki, telefonuna gələn zəng fikrini yayındırdı. Telefonuna gələn zəng nə vaxt fikrini yayındırdı? O bir yer tapmaq istəyəndə. Yenə gördünüz, sualı bu cümləyə, budağa verdik və daha doğrusu sualı baş cümləyə verdik. Yəni ikinci tərəf baş oldu. Birinci tərəfdə budaq oldu. Çünki budaq cümlə sadələşə bilir. Baş cümlə sadələşməz. O bir yer tapmaq istəyəndə, istəyirdi feilini istəyəndə eləyə bildiksə, deməli bu tərəf budaqdır. O bir yer tapmaq istəyirdi ki, dərsdən sonra ora gedələr. O nə məqsədlə bir yer tapmaq istəyirdi? Dərsdən sonra ora getmələri üçün. Deməli, yenə birinci tərəfə sual verdik. Deməli, birinci tərəf baş cümlədir. 5-i də götürmək olar. 1, 3, 5 sualımızın düzgün cavabıdır. Əziz abituriyentlər, ümid edirəm ki, izah faydalı oldu. Əgər faydalı oldusa, növbəti izahlarda görüşərik. Videonu bəyənin. Görmək istədiyiniz izahları, sizə maraqlı olan sualları, mövzuları rəy bölməsində qeyd edin. Növbəti videolarda görüşənədək.